İmam Rıza aleyhissalam buyurur ki, Müslümanı aldadan, ona zarar yetiren ve ona hile kuran şahs bizden değil. Öz mənfəətini bir şəxs başqalarının zərəri üzərinə qursa və yalnız özü üçün yaşasa və insanlar onun əlindən amanda qalmasa, o nə müsəlman kimi müsəlmandır, nə də ki, Əhl-i Beytə sevgi iddiası eləyə bilər. Çünki İmam kəlamında buyurur ki, o bizlərdən deyil. Çünki insan digər canlılardan fərqli olaraq ictimai şəxsiyyətə də malikdir. Yəni, ictimai bir varlıqdır insan. İnsan əgər yalnız özünü fikirləşsə və digərlərinə zərər verərək öz xeyrini gütsə, o ictimai şəxsiyyətini itirmiş bir şəxsdir. Və o mədəni keyfiyyətlərdən də uzaq bir şəxsdir. Mömin bilirsiniz necə olmalıdır? Mömini insanlar görəndə sevinməlidirlər. Deməlidirlər ki, bundan bizə xeyirdən başqa bir şey gəlməz. Amma vay o günə ki, bir insanı görəndə qorxub ondan qaçsınlar ki, vay bunun şərrindən, fitnəsindən uzaq olaq, yolumuzu dəyişək. Bundan mütləq bizə bir şər, fitnə çatacaq. Bu şəxs gəlib alnının nə qədər səcdəyə qoysa da, uzun-uzadı səcdələr eləsə də, bütün günü alnı səcdədə olsa, məsciddən çıxmasa da, bu şəxsin ona bu namazının, səcdəsinin bir faydası olmaz. Çünki necə ki, bizlərə nümunə olan Peyğəmbər və Əhl-i Beyti olublar ki, onları hətta düşmənləri, düşmənlik bəsləyənlər belə görəndə deyirlər ki, bunlar əmin şəxslərdir. Bunlardan bizə heç bir zərər yetişməz. Bir insan əgər İmam Rızaya sevgi iddiası eləyirsə, deyirsə ki, mən İmam Rızanın aşiqiyəm, İmam Rızanın ziyarətinə gedib gəlibsə bir insan, gərək özü İmam Rıza kimi olsun, mərd olsun, gərək hilə qurmasın, kələk qurmasın, aldatmasın, heç bir fırıldaqçılıq eləməsin. Çünki dinimiz hər növ fırıldaqçılığı, hər növ hiləgərliyi pisləyir.